Almancada vacib ifadələr. 1. Ich verstehe nicht. Mən başa düşmürəm. Əgər nəsə başa düşmürsənsə, bu ifadədən istifadə edə bilərsən. Ich verstehe nicht. Mən başa düşmürəm. 2. Können Sie mir helfen? Mənə kömək edə bilərsiniz. Hər hansısa bir yerdə çətinliklə üzləşsəniz, nəzakətli formada müraciət etmək üçün ən ideal ifadələrdən biridir. Können Sie mir helfen? Mənə kömək edə bilərsiniz. 3. Ich weiß es nicht. Mən bunu bilmirəm. Əgər nəyisə bilmirsənsə, qısa şəkildə bu cavabı verə bilərsən. Ich weiß es nicht. Mən bunu bilmirəm. 4. Es tut mir leid. Məni bağışlayın. Əgər təəssüf hissini bildirmək istərsənsə və yaxud da ki, kimdənsə üzr istəmək istərsənsə, es tut mir leid ifadəsindən istifadə edirsən. Es tut mir leid, məni bağışlayın. 5. Ich habe eine Frage. Bir sualım var. Əgər kiməsə sual vermək istərsinizsə, ich habe eine Frage ifadəsindən istifadə edə bilərsiniz.